Bu təbii məlhəmlərimiz də hər zaman bunlar heç biri kimya maddə deyil, hamısı qida əlavələridir və təbii vasitələrdən hazırlanmış məlhəmlərdir. Ona görə də çəkinməyə dəyməz, təbii qaydada qidalanmaq olar, sağalmaq olar. Və orada təbii ki, bəzən görürsən sual verirlər ki, zəncəfil, darçın, zəncəfil də yenədir. Xərçəngə qarşı dözümlü artırır, immuniteti qaldırır, şəkər xəstəliyində də çox gözəl effekt verir. Orada təbii ki, darçın daha çox effekt verir şəkər xəstəliyində. Bir çay qaşığı, bir stəkan qatığa qatıb hər axşam qəbul edəndə xeyli müsbət nəticə verir. Onu da mən hər ikisindən bir çay qaşığı, bir stəkan isti su əlavə edirəm. Bəzən bir çay qaşığı da çiya toxumu əlavə edirəm. Çiya toxumu suya girən kimi bərkiyir. Ancaq o da çox gözəl mədə-bağırsaq sisteminə gözəl effekt verir və qurd qovucu xüsusiyyəti də var.